Son zamanlar sosial şəbəkələrdə süni intellektlə yaradılan dələduzluq hallarına rast gəlirik. Onlardan biri də gerçəyindən seçilməyən saxta qəza fotoları yaradılaraq sığorta şirkətlərinin aldadılmasıdır. Nə qədər gerçəyindən fərqlənməsə də bu kimi halların real nəticə verməsi absurddur. Sığorta eksperti Vüsal Kərimov bildirir ki, sığorta əməkdaşları hətta o qədər peşəkardır ki, hadisəyə və zəddiyə baxanda dərhal hadisənin fake yaxud real olmasını müəyyənləşdirə bilir. Bugünkü gündə bu süni intellekt nəticəsində bu saxta şəkillərimi deyim, bunlarla hadisə qurmaq bizim ölkəmizdə çətin məsələdir. Niyə çətindir? Burada ilk öncə sığorta şirkətinin əməkdaşı hadisəni sənədləşdiribsə, əgər məlumat verilibsə, artıq orada bir dələduzluq faktı olması mümkün deyil. Yox, əgər bəli, gec məlumat veribsə, sonradan bunu sənədləşdiribsə, belə deyim, bunu dövlət qurumu sənədləşdirir hadisəni də, belə deyək. O da inanmıram ki, bu sövdələşməyə gedər. Bundan əlavə olaraq, bugünkü gündə şükür Allah, paytaxtımızda hər yer təhlükəsiz şəhər kamerası ilə təchiz olunmuşdu və dövlət yol polisinin əməkdaşları istənilən hadisəni bu kameralar vasitəsilə, belə deyim, araşdıra bilərlər. Bu səbəbdən düşünürəm, bugünkü gündə çətin məsələdir. Bu süni intellekt vasitəsilə bizim ölkəmizdə bu hadisələri quraşdırmaq mümkün deyil. Bugünkü gündə bütün sığorta şirkətlərinin əməkdaşı xüsusi peşəkar işçilərdir ki, bu hadisəyə baxanda, onun zədələrinə baxanda dərhal bilirlər ki, bu hadisə frauddur, qurma hadisədir, dələduzluq halı var, yoxsa yox. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirir ki, yol nəqliyyat hadisəsi baş verdikdən sonra vətəndaş müraciət etdikdə, o zaman mütləq şəkildə nəqliyyat vasitəsinə Dövlət Yol Polisi əməkdaşı tərəfindən baxış keçirilir. Bildiyiniz kimi, maddi-ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyi təqdirdə qəza ilə bağlı məlumatların toplanılması məqsədi ilə hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşı, eləcə də sığorta müfəttişi cəlb olunur. Digər hal kimi, əgər yol nəqliyyat hadisəsi baş veribsə və tərəflərdən biri və ya hər ikisi qəza ilə bağlı yol polisinə daha sonra məlumat veriblərsə, qəzanın baş verdiyi ərazidə yerləşən xüsusi texniki vasitələrə baxış keçirilir. Verilən açıqlamalar və araşdırmalar onu göstərir ki, süni intellektlə yaradılan saxta qəza fotolarının heç bir əsaslılığı yoxdur və belə bir dələduzluq faktı müəyyən edilməyib.